Əgər bu telefonu tapan olsa, bu mənim sonuncu gəlişim idi. Əhmədov İbrahim. Yox, ciddiyəm. Çünki babat bir çətinliklə gedirəm. Belə. Hal-hazırda Ağsuda Dilman kəndindəyəm. Yəni elə bir yerdəyəm ki, sözün həqiqi mənasında bax gözümü konkret günəş değişir. Amma şurasıdır ki, eynək taxa biləcək bir cəsarət götürmürəm də üstümə. Təsəvvür edin bunu. Bir dənə səsə diqqət edin. Meşənin içərisində cənnət məkan. Biraz əvvəl yuxarıda bir dayı var idi, sağ olsun. Kömək elədi, istiqaməti verdi mənə. Dolanıb gedirəm üzü aşağı şəlaləyə tərəf. İyi şəlaləyə davam edim çəkməyə. Və buranın mənzərəsi. Arxa tərəfin mənzərəsi və indi girəcəyim meşənin mənzərəsi. Bura qədər, indi bu dəqiqə, deməli gəldiyim yola qədər, yol xərci olaraq sadəcə 1 manat 30 qəpik xərcləmişəm. Avtostopla düz Bakıdan bura qədər gəlmişəm, yaxşıdır. Daha sonra sağ olsun burada Nəcəf var idi kənddən. Nəcəf, aha burada alça ağacı da var. Bəli, alça ağacı varsa deməli mən də varam. Nəcəf sağ olsun məni düz şəlalənin başına qədər gətirdi ayaqla, atla. Yəni ayaq əziyyəti çəkməmişəm, nə yaxşı ki. Buradan da üzü davam edəcəm, üzü o tərəfə. Dağ buradan görsənir, amma dağa qalxmaq çətindir. Dağa qalxmaq üçün 100% gərək kimləsə birlikdə gedəsən ki, yolu bilən adam olsun. Çünki ola bilsin ki, orada azmaq söhbəti daha rahatdır. Üzü aşağıda gedəndə deməli çayın cığırı olacaq. Həmin cığırı tutub üzü yuxarı şəlaləyə tərəf qalxıram. Və nəhayət axır gəlib çatdım Dilman şəlaləsinə. Yəni bu qədər əziyyətə dəyərdimi? Əlbəttə ki. Deməli, nəhayət gəlib çatdım Dilman şəlaləsinin düz başlanğıc hissəsinə. Hansı ki, burada gəlir, bir dənə burada balaca şəlalə kimisi var. Daha sonra biraz qabaqda böyük şəlaləyə qovuşandır. Və bir də uzun şəlalə var ki, onu artıq ola bilsin ki, paylaşmışam, ya ki, paylaşacağım, burada internet yoxdur. Qısası, ümumi olaraq deyirəm ki, həqiqətən də baş götürüb getmək istəyən adam üçün yəni sakitlik məsələsi yox, amma tək qalmaq istəyən, təbiətdə qalmaq istəyən. Çünki burada bir ətri çox yaxşıdır. Daha sonra havası çox təmizdir. Daha sonra yəni günəşlidir. Ümumi olaraq çox əla bir yerdir. Kim istəsə gələ bilər. Dilman kəndindən istənilən şəxsdən soruşun. Adamlar sizə konkret kömək edirlər. Çox əla bir yerdir yəni. Çox rahat da gəlmək olur, yol da rahatdır. Cığırlar var. Bir neçə cığırdan sonra özünüz avtomatik yolu tapırsınız. Yerdən sonra da şəlalənin səsi gəlir deyə onunsa şələləni tapmaq çox rahat olur. Hal-hazırda şəlalənin səsini eşidirəm artıq. İstiqaməti mən çox yuxarıdan götürmüşəm böyük ehtimalla. Sıx meşəlik. İndiyə kimi Türkiyədə filan olanda belə bir şey eləməmişdim. Yəni çəkiliş eləməmişdim. Bu ilk çəkilişimdir. Amma həqiqətən də hər səyahətdə olduğu kimi bu səyahətdə də ağzım konkret qulaqlarıma çatır da, yəni o dərəcə ləzzət eləyir. Səhər tezdən çıxıb da yəni səyahət eləmək üçün həqiqətən də çox əla bir günü seçmişəm. Həm hava yaxşıdır, günəşli olması baxımından, həm də ki yağış yoxdur. Yəni burada nə məsələsinə görə, sürüşkənlik məsələsinə görə. Bu bir dənə problem orası ki, mən hal-hazırda burada təkəm. Çox gözəldir.